Gəncə şəhər məhkəməsində talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmədə təqsirləndirilən Aqil Ömərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məhkəmənin hökmü ilə ona 8 ay müddəti azadlıqdan məhrum etmə cəzası təyin olunub. İttihama görə təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayında Gəncə şəhərində işlədiyi avtoyuma məntəqəsində müştəriyə məxsus avtomobili qanunsuz olaraq ələ keçirərək idarə edib. Nəticədə yol nəqliyyat hadisəsi törədib. İttihamda göstərilib ki, təqsirləndirilən şəxs nəqliyyat vasitəsini avtoyuma məntəqəsinin sahibinin iradəsinə zidd olaraq, sürücülük hüququ olmadan və spirtli içkinin təsiri altında idarə edib. O maşını Gəncə şəhər ərazisində sürərkən Səməd Vurğun küçəsindən Zaur Eminbəyli küçəsinə dönmə əməliyyatı həyata keçirən zaman idarə etdiyi avtomobilin ön sol hissəsi ilə digər hərəkətdə olan Kia Carnival markalı nəqliyyat vasitəsi ilə toqquşub. Hadisə nəticəsində avtomobillərə ziyan dəyib. Zərər çəkmiş şəxsə ümumilikdə 6180 manat məbləğində maddi zərər vurulduğu müəyyən edilib. Aqil Ömərovun sözlərinə görə, hadisə günü iş yerində yemək yeyib və spirtli içki qəbul edib. Həmin vaxt avtoyuma məntəqəsinə gətirilmiş maşını yumaq məqsədi ilə sükan arxasına əyləşsə də, sonradan avtomobili sürmək istəyi yaranıb. O, məhkəmədə əməlindən peşman olduğunu bildirərək azadlığa buraxılacağı təqdirdə işləyib dəymiş maddi ziyanı hissə ödəməyə hazır olduğunu qeyd edib. Qeyd edək ki, Aqil Ömərov əvvəllər məhkumluq həyatı yaşayıb. Onu da bildirək ki, ad və soyad şərti verilib.